Bugünkü xəbəriniz olsun verilişində gündəlik həyatımızın ayrılmaz parçası olan taksi xidməti və ictimai nəqliyyatdan danışacağıq. Sərnişinlərin narazılıqları, sürücülərin çətinlikləri və bu məsələlərin həlli yollarından. Elə isə siz də bizə qoşulunuz. Dünyanın bir çox ölkələri artıq bugün biz geçdiyimiz mərhələni illər əvvəl, 30 il, 40 il əvvəl bundan əvvəl keçmişdir. Amma bugün biz demək olar ki, o sürət özümüz onlarla müqayisə edirik. Əlbəttə, ölkə olaraq sürətli inkişaf edib onları satmaq istəyirik. Bu, gələcəkdə baş verəcəkdir. Amma zaman-zaman bu proseslər belə olduğu üçün biz bugün sanki bir yaşamalıyıq. Nəzərə alaq ki, artıq biz dediyimiz standartlara yaxınlaşmaq üzrəyik. Hansı ki, əvvəllər bizim üçün ümumi hal almışdı, nağd ödənişli. Bu gün artıq kart ödənişli həyata keçirilmə mərhələləri həyata keçirilib ki, bir qismi bu yenə davam edir. Bundan əlavə dünya ölkələrində daha iri tutumlu, əsasən böyük şəhərlərdə daha iri tutumlu avtobuslarla daşımalar həyata keçirilir. Onlarla müqayisədə bizdə avtobuslar tutum sayı az idi. Artıq bu gün Azərbaycanda bir çox şəhərlərimizdə bu həyata keçirilir. Bildiyimiz kimi Bakı şəhərində illər əvvəl bunlardan gətirilmişdi. Son günlərdə Gəncə şəhərində bunlardan çox saylı gətirilibdir. Yaxın zamanlarda Naxçıvan şəhərində də artıq bunlar gətiriləcək. Baxın, bu da onlara həmin standartlara yaxınlaşmanın bir növüdür. Artıq onlara doğru getməkdə bir addımlardır. Bundan əlavə, bugün dünyanın əsas mövzusu olan ekoloji problemlər deyilir. Nəqliyyat vasitələri tərəfindən buraxılan qazların havanın zəhərlənməsi baxımından bu sahədə də böyük işlər görülməkdədir ölkə üzrə. Hansı ki, hibrid avtomobillər, avtobuslar artıq istifadədədir. Daha bugün elektriklər çıxıb. Nəzərə alsaq ki, şəhərlərdə avtobusdan əgər yanacaq işləyən avtomobillərdə iri belə deyək ki, ölçüdə işlənmiş qazlar xaric olunursa, artıq bu demək olar ki, yavaş-yavaş tarixə qovuşmağa başlayır. Artıq şəhər daxilində elektrik avtobuslar, hibridlər artıq işləyilir. Bundan sonra tam elektrik mühərriklər istiqamətində demək olar ki, bu işləri müşahidə edirik. Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb və fərmana əsasən bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının, nəqliyyat mübadilə mərkəzlərinin layihələndirilməsi, tikilməsi ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarət həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını idarə etmək agentliyin vəzifəsi kimi müəyyən edilib. Avtobus nəqliyyatı sahəsində də, sərnişin daşıma sahəsində də Muxtar Respublikamızda yeniliklər olacaqdır. Bilirsiniz ki, Cənab Prezidentimizin 4 mart 2025-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasına 60 ədəd elektrikli avtobus gətiriləcəkdir. Həmin avtobuslar Muxtar Respublikaya gətirildikdən sonra paytaxt Naxçıvan şəhərində sərnişin daşımada demək tamamilə elektrikli avtobuslardan istifadə olunacaq. Bu isə sərnişinlərin daha təhlükəsiz, rahat səyahətinə imkan yaradacaqdır. Eyni zamanda bilirsiniz ki, həmin avtobuslar ekologiya dostudur. Yəni, onların atmosferə buraxdığı karbon qazı demək olar ki, sıfır səviyyəsində olduğu üçün ekoloji baxımından da şəhərimizin havasına da müsbət təsir göstərəcək. Həmin avtobusların digər bir müsbət cəhəti ondan ibarətdir ki, bunlarda təhlükəsizlik sistemi çox yüksək səviyyədə qurulub, izolyasiya sistemi, istilik soyutma sistemi çox gözəldir. Hətta bəzi sərnişinlərimiz yay aylarında həmin elektrobuslarla səyahət etdikləri zaman içəridə hava temperaturunun daha sərin olduğunu qeyd edirlər. Yəni, həmin belə elektrobusların digər nəqliyyat vasitələrindən üstün cəhətləri çoxdur. Gündəlik həyatımızda taksi xidmətindən və ictimai nəqliyyatdan istər-istəməz istifadə edilir. Burada sərnişinlər üçün çox önəmli bir məsələ də var. Təmizlik, vaxtında hərəkət və münasib qiymət. Bəzi avtobuslar var ki, çox gec gəlir və biz hazırlıqlara falan yubanırıq. O ki, belə də həm dərsi qaçırdırıq, həm də müəllimlər bizi danlayır.
Bəzi taksi ilə məsələn gedəndə tez gəlir, amma yenə də biraz baha olur. Ona görə məcbur avtobusdan istifadə etməliyik. Bir də avtobuslarında ölçüləri çox balaca olur, yəni yerləşmək olmur, həddən artıq adam sıxlığı olur və bu da yəni bizi narahat edir. Ona görə yəni biraz böyük avtobuslar olsa, kart sisteminə keçsə məncə əla olar. Elektrobuslar gələcək. Bu bizim ekologiyaya çox xeyirli olacaq, müsbət olacaq. Bu bir avtobuslar köhnəlibdir. Adamın yanından keçəndə maşına qaz verir, qara tüstü. Mən həmişə ona xərçəng deposu deyirəm. O qara tüstünü udmaq. Belə də məndən ağsaqqal kimi soruşsalar, mən piyada gəzməyə hamısından üstün tuturam. Mənim özümün mini avtomobilimdə var, görürsünüz, piyada gəzirəm. Mən özümə qalan, mən marşrutdan istifadə eləmirəm, ancaq peşkom gəzirəm, yerdə gəzirəm. Ancaq əziyyət çəkənlər var, onlar üçün. O ki, qaldı dəyişikliklərə, yeni dəyişikliklərə arzu edərdi ki, o bir nömrəli marşrut böyük avtobusla əlavə olunsun, çünki insanlar çox əziyyət çəkir. Bu sektorda müzakirə olunan ən önəmli məsələlərdən biri xidmətin keyfiyyətidir. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi göstərilən xidmətlər arasında ən önəmli amillərdəndir. Ümumiyyətlə, təhlükəsizlik məsələsi bu geniş anlamda. Burada söhbət gedir bilər yol hərəkətinin təhlükələri, insanların həyat təhlükəsindən və s. Nəzərə alaq ki, bu gün avtomobillərin belə modellərinin hansı olması belə təhlükəsizlik təminində rol oynayır. Bir daha qadirəm, bizim qanunvericiliyimizdə bilirsiniz də bununla bağlı illər göstərildi. Gəlin amma modellər üzrə buna baxa bilək. Biz deyək ki, bir qism ölkələrin reklam olmasın deyə burada hallandırmaq istəmirəm. Bir qism ölkələrin avtomobillərinin əlbəttə təhlükəsizliyi çox yüksək səviyyədədir. Bir qism ölkələrdə isə bu çox aşağı səviyyədədir. Taksi fəaliyyəti üçün biz çox da yuxarı keyfiyyətli avtomobil alıb taksi fəaliyyətində məşğul ola bilmirik. Bax, gəlin elə məsələyə buradan başlayaq. Bundan əlavə biz hər bir nöqsanı aparıb taksi sürücülərində formalaşdırmayaq. Təhlükəsizliyin təminini %100 ondan gözləməyək. Onun necə təhlükəsizlik, necə səviyyədə təhlükəsizlik idarə etməsini biz özümüz də ona bilavasitə belə deyək ki, yoldaş olmalıyıq bu məsələdə. Hətta bizim belə taksi sürücünü söhbətə tutmağımız, ola bilsin ki, ona xoş rəftar eləməməyimiz, onun əsəbləşməni səbəb olan bir ünsiyyət qurmağımız və s. belə bunlar da təhlükəsizliyə aparıb çıxardır. Amma gəlin bir də məsələni biz belə yaxınlaşaq. Əgər bir taksi sürücünün avtomobilindən mən təhlükəsiz idarə etmir deyə bu tərəfə imtina etsəm, istifadə etməsəm, digər bir başqası, bu halda bu adam özü də tədbir görəcək ki, müştərisi olsun. Bundan əvvəl buna aid müvafiq təşkilatlar var. Biz müraciət edə bilərik ki, filan nömrədə taksidə filan məsələn təhlükəsizliklər var və bu gələcəkdə bunu filan məsələlərə səbəb ola bilər. Şikayət elədikdə artıq biz bunu görmüş oluruq. Amma nəzərə alaq ki, bizim cəmiyyət hansı ki, həmin taksidən istifadə edənlər öz aralarında şikayət edirlər, amma bu düzəlməsi üçün müvafiq addımları atmırlar. Və bunların hamısı gələcəkdə zaman-zaman mərhələ ilə həll olunacaq məsələlərdir. Hələlik bizdə şəhərin tarixini fikirləşəndə, məsələn, 30-40 ildən qabaq olan marşrutlardır ki, qismən də olsa demək olar ki, elə davam edir. Amma bəzi yerlərdə artırılıbdır, çoxaldılıbdır, bəzi bunları da qeyd etmək lazımdır. Amma bu tək bəs eləmir də, məsələn, biz Naxçıvan şəhərinin marşrutları haqqında söhbət edirsək, bu Muxtar Respublika haqqında danışmaq deməkdir. Nəzərə alaq ki, bir çox kəndlərimiz var ki, orada marşrut 30-40 il bundan qabaq hardansa start götürür və finişi Naxçıvan şəhəridir. Amma həmin deyək ki, yaşayış məntəqəsi, kənd qəsəbə artıq 31 ildə çox genişlənibdir. Bax, bu zaman əlçatanlıq pozulur. Bundan əlavə, əlçatanlıq deyiləndə biz bilirik ki, məsələn, əlillərin əl arabasına avtobusa minməli olmalıdır. Bəzən görürsən ki, buna minməsi üçün yaşlı nəsil və s. insanlar tərəfindən köməkdə olunmalıdır. Yenə mən bunu ümumiyyətlə belə demək istəyirəm ki, tam yerində %100% təmin olunmasa da bu əlçatanlıq, onun əlçatanlığın təmin olunması üçün işlər görülür. Hansı ki, son dövrdə hər hansı bir yeni avtobusun belə istifadəyə verilməsi əlbəttə bu əlçatanlığın bir göstəricisidir. Bundan əlavə də insanlarımız da bir-birinə bu barədə köməkli göstərməlidir. Hansı ki, müəyyən bir fiziki olaraq məhdudiyyətlər var. Bundan da rahat istifadə etməsi üçün biz onlara yardımcı olmalıyıq. Mən bir daha qeyd etmək istəyirəm ki, mənim düşüncəmə görə ümumiyyətlə istər Naxçıvan şəhərindən kənarda olan yaşayış məntəqələrinə, istərsə Naxçıvan şəhərinə yeni bir marşrut layihəsi yazılmalı ki, bunlar bir-birinə bağlansın. Amma bunu da xüsusilə qeyd etmək istəyirəm ki,
Bu həm də bizi gələcəkdə Naxçıvan şəhərində tıxacın belə də yaranmasına səbəb olan bir hal olmamalıdır. Bu layihə ilə cızılmalıdır ki, yaşayış məntəqəsi ilə marşrutları hamısı Naxçıvan şəhərində dolanmaqla sıxlıq yaratmasınlar. Və bunun üçün məncə bir kompleks tədbir hazırlamaq lazımdır. Avtobus sürücülərinin sağlamlığı və yaxud da onların peşəkarlığı məsələsi NANA-nın daimi diqqət mərkəzindədir. Hər gün səhər tezdən avtobus sürücüləri xəttə çıxmamışdan qabaq burada həkim nəzarətindən keçirilir. Eyni zamanda avtobuslara texniki baxış olur. Təbii ki, yəni gözlənilməz hadisələr, texniki nasazlıqlar fəaliyyət zamanı avtobus xətti olduğu zaman bu təbiidir, davamlı olub və bundan sonra da bu məsələdən heç bir şəkildə sığortalamaq mümkün deyil. Ancaq biraz öncə qeyd elədiyim kimi Naxçıvan şəhərinə həmin elektrobuslar gətirildikdən sonra hesab edirəm ki, o texniki nasazlıq məsələsi də tamamilə ortadan qalxacaqdır. Çünki həmin avtobusların istifadə müddəti uzundur, yəni daha rahat istifadə olunacaqdır. Qaldı ki, sürücülərin seçim məsələsinə onların peşəkarlığı daim diqqət mərkəzində olur. Biz daimi olaraq, NANA-nın əməkdaşları olaraq daim onlarla görüşlər keçiririk. Müəyyən məsələlərlə bağlı maarifləndirici tədbirlər keçiririk. Onların etik davranış qaydalarına əməl etmələri, sərnişinlə münasibətdə etik davranış qaydalarını gözləmələri ilə bağlı fikirlərimizi bildiririk. Demək, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi dəfələrlə əməkdaşlarımız sürücülərlə görüşdükləri zaman onlara məhz bu mövzularda xüsusi olaraq fikirlərini bildirirlər, münasibətlərini bildirirlər və qeyd edirlər ki, bu şəkildə istər etik davranış qaydalarına əməl olunması, istərsə də nəqliyyat idarə edilirkən telefonla danışması qəti şəkildə yol verilməzdir. Bu barədə biz dəfələrlə xəbərdarlıqlar etmişik və sizin efiriniz vasitəsilə bir daha qeyd etmək istəyirəm ki, belə bir hallar baş verdiyi zaman sərnişinlərdən xahiş edirik ki, demək, NANA-nın sosial şəbəkə hesabları vardır. Həmin hesablar vasitəsilə bizə müraciət etsinlər. Müraciət etdikləri zaman avtobusun demək, xətt nömrəsi, eyni zamanda onun nömrəsini qeyd eləsinlər ki, biz həmin sürücü barədə tədbir görək. İkinci maşının sağlam saxlamalıdır. Qarşıdan da görürsən qış gəlir. Sürücü özünü bilməli ki, maşını sağlam saxlasın, təkərlərin lazım olan qaydada təzələsin ki, yolda qalmasın, bəzi çətinliklərlə rastlaşmasın. Müəllimlərimiz deyib ki, vətəndaş maşında özün belə, lord necək belə özünü öldürsə də belə, sən ona reaksiya verməməlisən. Sən özün lazım olan qaydada maşını idarə eləməlisən. İndi yenə biz rastlaşırıq, məsələn, tələbələrimiz instituta tələsir, başqa sıxlıqlarla rastlaşırlar. Biz onun çoxsun şərişkəsiz, deyəsək, pis çıxar, nətər demək, xam şoförlərimizlə uzubatından biz də çatını takırıq. Amma yenə, məsəl deyirəm, lazım olan qaydada onları öz mənzillərini çatdırırıq. Sərnişinlərin ünvana vaxtında çatdırılması üçün taksi və ictimai nəqliyyat arasında balans da qorunmalıdır. İctimai nəqliyyat toplu daşımanı həyata keçirdiyi halda taksi xidməti operativ və yerindəcə fəaliyyət göstərməklə bu rolu tamamlamalıdır. Taksi xidmətinin təkmilləşdirməsi istiqamətində ölkəmizdə kompleks tədbirlər, islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 183 nömrəli qərarı məhz bu sahəni əhatə edir. Həmin qərarda taksi sərnişin daşıma xidmətində olan avtomobillərin texniki göstəriciləri, daxili və xarici tələbləri öz əksini tapıbdır. Avtomobillərdə ABS əyləc sisteminin, tam hava tənzimləmə sisteminin, yəni istilik soyutma sisteminin olması, eyni zamanda təhlükəsizlik kəmərinin olması vacib amil kimi qeyd olunmuşdur. Bundan başqa həmin avtomobillərdə məlumat lövhələrinin quraşdırılması məsələsi də
qeyd olunubdur ki, həmin məlumat lövhəsində sürücünün adı, demək, şəkli, ünvanı və telefon nömrəsi qeyd olunmalıdır. Bundan başqa avtomobillərin ən azı Avro 5 ekoloji standarta cavab verməsi şərti vardır. Eyni zamanda dövlət qeydiyyat şəhadətnaməsində buraxılış ili 15 ildən çox olan avtomobillərin taksi xidməti göstərməsi məsələsi gündəmdən çıxarılmışdır. Muxtar Respublikada peşəkar taksi sürücüsü hazırlamaq istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi tərəfindən sürücülərin hazırlanması kursları, təlimləri keçirilmişdir. Təlimlərdə iştirak etmiş və müvəffəqiyyətlə imtahan vermiş sürücülər peşəkar taksi sürücüsü şəhadətnaməsi ilə təmin olunmuşdular. Sərnişin daşımada təhlükəsizliyin təmin edilməsi, sürücünün peşəkarlıq fəaliyyətinin artırılması məqsədi ilə hüquqi normativ sənədlər toplanılmışdır. Hətta onların psixoloji dispanserdən arayış almaları da tələb olunmuşdur. Taksi sürücüləri üçün verilən əsas sənədlərdən biri də buraxılış vərəqəsinin verilməsidir. Buraxılış vərəqəsi 7 il müddətinə verilir. Avtomobil nəqliyyat vasitəsinin xarici görkəminin, daxili görkəminin tələblərə uyğun gəlməsi üçün onların ümumiyyətlə 15 il müddətində istismar müddətini keçməməlidirlər. Buraxılış vərəqəsi 7 il müddətinə verilir. Avtomobil nəqliyyat vasitəsi üçün buraxılış kartı isə o avtomobilin texniki xüsusiyyətlərinin özündə əks etdirilir və o da 7 il müddətinə verilir. Əsas avtomobil nəqliyyat vasitəsinin belə düşünürlər ki, rəngi sarıdır taksilərin, amma bu belə deyil. Yəni, yeni tərəflərə uyğun olaraq yeni qeydiyyata düşmüş taksi milki avtomobillərinin rəngləri ağ və qırmızı rəngdə olmalıdır. Bu, daxili yanma mühərriki ilə işləyən avtomobil nəqliyyatlarına aiddir. Elektriklə işləyən tam elektrikli avtomobillərin rəngi ekoloji baxımdan yaşıl rəngdə olmalıdırlar. Hal-hazırda bizim nəqliyyat agentliyimizin balansında 2 ədəd taksi milki avtomobili var və fəaliyyət göstərir. Gələcəkdə bu istiqamətdə atılan addımlarda onların sayları artırılacaqdır. Ümumilikdə taksi qiyməti haqqında nəzərə alaq ki, son illər ərzində qanunvericiliyin formalaşması, təsdiqlənməsi, bu işlərin artıq görülməsi başlanmışdır. Amma bir çox ümumiyyətlə işlər var ki, bu qəflətən görüləndə fərqli fəsadlar verir. Çünki burada həm məsələn, potensialın olması, qarşı tərəf, yəni cəmiyyətin bunu qəbul eləməsi, buna uyğunlaşması və s. Bu kimi halları nəzərə alsaq, bizdə də həmin mərhələdəki bu taksi fəaliyyətinin səviyyəsini yüksəldək, etibarlılığını yüksəldək, təhlükəsizliyini yüksəldək və s. Nümunə üçün deyə bilərəm ki, qanunvericiliyin üzərində bulunan tələblərin hamısı qoyulmuş formada artıq qanunvericilik var və bunun təbliği ilə şəxsən mən də iştirak etmişəm, taksi sürücüləri yığılıb, onlara dəstək edilib. Bu məlumatlar var, amma tam tətbiqini, 100% tətbiqini eləmək üçün məncə zaman lazımdır. Nəzərə alaq ki, məsələn, qanunvericilik tam belə deyək ki, təmin olunması üçün bu gün tələb oluna bilər ki, taksilərdə kart ödəniş olsun, nağdsız ödəniş. Amma nəzərə alaq, bizim bu yaşlı nəsil hələlik bizdə ola bilsin ki, ümumiyyətlə kart istifadəçisi deyil və yaxud istifadəni bacarmır və s. Və bu baxımdan mən sizə deyirəm ki, bu mərhələnin həyata keçirilməlidir və gələcək zamanlarda, yəqin ki, buna bir 5-10 il bizə zaman lazım olacaq ki, bu vəziyyət tam sistemli halda həyata keçirilə bilsin. Bəzi sürücülərimiz lazım olan qaydada vətəndaşlarla davranma qaydalarını bilmir. Məsələn, vətəndaşla anlaşır ki, sənin filan istiqamətə, filan məsafəni bu qiymətə, bu summa aparacağım. Yolda, məsələn, bəlkə də yol patrul xidməti tərəfindən öz maşını nasıl olduğuna görə ya qeyri-qanuni hərəkət elədi, yol patrul xidməti saxlayıb bunu. O, orada olan naquruskanı, ziyanı istəyir ki, vətəndaşın üstünə salsın. O yüzden də vətəndaş sürücüyə başqa cür davranır, başqa cür
şikayətlər əmələ gəlir. Bizim borcumuzdur ki, vətəndaş bizdə razı getsin. Biz ilk öncə maddiyyatı yox, mənəviyyatı düşünməliyik. Vətəndaşlarımızdan xahişimiz budur ki, hansı taksidən narazı qalırsa, şükür ola maşınımızın nömrələri də var, ad familiyamız da var, içəridə bizim kimliyimiz də var. Oradan götürsün, lazım olan qurumlara şikayət eləsin ki, biz filan taksidən narazı qalmışıq. İctimai nəqliyyatda və taksi xidmətində elektron ödəmə çox böyük üstünlüklər bizim hər birimizə gətirmiş olur. Çünki burada sərnişin həm vaxtına qənaət etmiş olur, həm də ki, daha rahat və daha təhlükəsizdir. Nağdsız ödənişlər məsələsi bilirsiniz ki, Respublikamızda bir sıra sahələrdə tətbiq olunur. Taksi xidməti sahəsində də nağdsız ödənişlərin tətbiqi üçün demək, post terminalların istər hüquqi, istərsə də fiziki şəxslərin post terminalların quraşdırılması məsələsi öz əksini tapmışdır. Və beləliklə, əgər bu istiqamətdə aparılacaq islahatlar müsbət nəticələr verəcəksə, ki, bu yüksək ehtimalla yüksək nəticələr əldə olunacaq, onda sərnişinlərimizin təhlükəsiz daşınması, təhlükəsiz səyahəti üçün çox geniş imkanlar yaranacaq, münbit şərait mövcud olacaqdır. Tıxac problemi həm taksidə, həm də ictimai nəqliyyatda müəyyən çətinliklərə səbəb olur. İstər-istəməz sərnişinlər narazıdır və müəyyən həll yollarına ehtiyac var. Birinci növbədə mən sərnişinlərə, insanlara bunu demək istəyərdim ki, yəni ən yaxşı yol, ən yaxşı vasitə sərnişin daşımadan avtobus nəqliyyatından istifadə etməkdir. Təsəvvür edin ki, bir avtobusda 22 nəfər tam rahat əyləşib yol qət eləyə bilər. Həmin o 22 nəfərin hamısı avtomobil istifadə etdiyi zaman təbii ki, yollarda tıxaclar yaranacaqdır. Səhər işə gedərkən təbii ki, insanlar işə tələsir. Avtobus nəqliyyatından istifadə edənlər də həmçinin və bəzən şəhərimizin müəyyən nöqtələrində, xüsusən daha çox bizə şikayətlər Naxçıvan Dövlət Universitetinin istiqamətindən gəlir. Bu sahədə sərnişinlərimizdən müraciətlər var. Həmin istiqamətlərdə də tıxaclar yaranır. Təbii ki, Dövlət Yol Polisimiz, eyni zamanda Nəqliyyat Agentliyinin əməkdaşları orada tənzimləmə mexanizmləri həyata keçirərək yolda sıxlığın aradan qaldırılması üçün müəyyən addımlar atırlar. Ancaq istənilən halda bu da kifayət etmir. Belə olan halda nəqliyyatda yubanmalar yaranır. Təsəvvür edin ki, 5 nömrəli marşrut həmin istiqamətdə hərəkət edir və gedir orada tıxaclıq düşür. Bu növbəti dayanacağa çatdığı zaman onun intervalından xeyli vaxt keçir. Yəni, deyək ki, 10 dəqiqədən sonra müəyyən dayanacaqda olması lazımdırsa, həmin marşrut 10-15 dəqiqədən 20 dəqiqə, bəzən 20 dəqiqədən sonra olur ki, bu da digər şəxslərin, belə deyək ki, işə yubanmasına və yaxud da dərsə yubanmasına səbəbiyyət verir. Bunun qarşısının alınması üçün müəyyən tənzimləmələr mexanizmləri vardır. Təbii ki, bu işlər həyata keçirilir və ümid edirik ki, gələcəkdə bu məsələ tamamilə öz həllini tapacaqdır. Tıxacın yaranması, tıxacın müddəti, irəliləməsi və s. məkana və zamana görə dəyişilir. Məsələn, deyək ki, siz haqqında dediyiniz, universitet qarşısında olan tıxacın səbəbi ilə hər hansı bir digər bir yerdə olan səbəblər bəzən fərqli olur. Qısa müddətdə tıxaclar olur, yəni ani, burada daimi tıxac olmur. Məsələn, bir gün yol nəqliyyat hadisəsi baş vermişdi və bu yolun ortasında nəqliyyat vasitələri hələ yığışdırılmır, götürülməyib. Bu da bir səbəbdir əslində tıxacın yaranması. Baxın, müqayisələri var. İndi dörd yol ərazisi dediyimiz Naxçıvan Dövlət Universitetinin qarşısında olan tıxaca cəlb etdiksə, əvvəlki illərlə müqayisədə nəzərə alaq ki, Naxçıvan Dövlət Universitetinin əsas işçiləri orada gedib gəlirdi. Heç bir gün tələbə və müəllim heyəti o qədər deyildi. Və bunların artma səbəbi, bundan əlavə o ərazidə yaşayan bilirik ki, hərbiçilərimiz əvvəllər çox nəqliyyat vasitəsini idarə etdirdi və bu baxımdan da sayı artırıb. Asan xidmətin yaradılması, gələcəkdə dost xidmətin yaradılması və s. Və görsün, ora ünvanlanan sürücülər çoxalıb, amma yol həmin ölçüdədir.
Ümumiyyətlə, o baxımdan deyirəm ki, bu gün yaranan tıxacların hər hansı bir nişanı dəyişməklə, istiqamət dəyişməklə sadəcə azacıq təsir etmələri. Bunun köklü şəkildə yığışdırmaq mümkün deyil. Köklü şəkildə yığışdırmaq üçün yolların, binaların layihələndirilməsi zamanı bunların hamısı nəzərə alınmalıdır. Yol hərəkəti haqqında qanunun tələblərinə baxanda, hər bir avtomobil zolağın ortasında hərəkət etməlidir. Bundan əlavə empati hissi yaranmalıdır. Bəzən görürsən ki, hər hansı bir nəqliyyat vasitəsinə imkan yaratsa, o hərəkət eləsə, yolun belə deyək də açılmasına, hərəkətinə səbəb olacaq. Baxın, burada hər kəs zolağın pozmaqla, yəni 2 zolaqlı yola 3 avtomobili yerləşdirməklə elə bilirlər ki, biraz qabağa düşürlər. Bu bir müddət sonrası irəli getdikcə tıxacın qabaqda daha sıxlığını əvvəlcədən görə bilmirlər və gedib orada sıxlığı biraz da artırırlar. Beləliklə, həm taksi, həm də ictimai nəqliyyatda keyfiyyətli xidmət, rahatlıq və əlçatanlıq insanların gündəlik həyatını asanlaşdıran əsas amillərdəndir. Bu sahədə aparılan islahatlar isə şəhər nəqliyyatının daha müasir və səmərəli olmasına xidmət edir.